Bakının Nərimanov rayonunun Ələsgər Qayıbov küçəsində adi bir dönər sifarişi üstündə başlayan mübahisə dəhşətli hadisə ilə nöqtələnir. Küçədəki təhqir 36 yaşlı yük sürücüsü Əli Zeynalovu torpağa, 20 yaşlı kuryer Elnur Rəhimlini isə ömrünün ən gözəl illərini keçirəcəyi dəmir barmaqlıqlar arxasına aparır. Hər şey hadisə günü Osmanlı dönər restoranının kuryeri Kamil Mirzəyevin sifarişdən qayıdarkən yol kənarında dayanmış maşının sürücüsü Əli Zeynalovla qarşılaşması ilə başlayır. Sürücü kuryerdən ona birbaşa dönər gətirməsini tələb edir. Kuryer isə qaydalara görə sifarişin restorana zəng edilərək verilməli olduğunu bildirir. Bu cavaba əsəbləşən Əli Zeynalov heç bir səbəb olmadan gənc kuryeri təhqir edərək pəncərəni bağlayır. Lakin hiddət bununla sovuşmur. Biraz sonra Kamil iş yoldaşı Elnurla həmin küçədəki köşkün qarşısında siqaret almaq üçün dayananda, Əli Zeynalov yenidən onlara yaxınlaşır. O Kamilin üstünə adam gətirdiyini zənn edərək, hər iki kuryeri maşına oturtmağa və güclə aparmağa çalışır. Məhəllədə fiziki qarşıdurma alovlanır. Elnur yumruq zərbəsi ilə əlini yerə yıxır. Yoldan keçənlər davanı ayırmağa çalışırlar. Bu əsnada Əli Zeynalovun gənc kuryerin ünvanına dediyi ağır ana təhqiri 20 yaşlı Elnur Rəhimlinin gözünü tamamilə əsəb örtür. Gözü dönmüş kuryer heç kimə fikir vermədən birbaşa Əli Zeynalovun üzərinə şığıyır və onun həyatına son qoyur. Hadisəni törədən Elnur velosipedlə dayısıgilin Keşlədəki evinə qaçsa da, bir neçə saat sonra polisin keçirdiyi əməliyyatla qandallanır. Məhkəmə iclasında təqsirləndirilən Elnur Rəhimli törətdiyi əməli qismən etiraf edərək, ağır təhqirdən sonra qəzəbini cilovlaya bilmədiyini və onun Əli Zeynalovun həyatına son qoymaq niyyətinin olmadığını bildirib. O hadisədən cəmi 2 ay əvvəl Bakıya işləməyə gəldiyini bildirərək, məhkəmədən yüngül cəza istəyib. Zərərçəkmiş tərəf isə 2 uşağının atasız qaldığını deyərək, Elnura ən ağır cəzanın verilməsini tələb edib. Son qərarda hakim Elnurun ifadələrini məsuliyyətdən yayınmaq cəhdi kimi qiymətləndirib və onun əvvəlki şərti cəzasını da nəzərə alaraq 17 il 6 ay müddətinə ciddi rejimli həbs cəzası kəsib. Hörmətli izləyicilər, videonu bəyənib və kanala abunə olmağı unutmayın. Salamat qalın.